icbari tibbi sığorta, işsizlikdən vergi və üstə gəldə əlavə gəlir vergisi. Mən başa düşə bilmirəm. Bu 1000 manat qazanan, 500 manat, 600 manat qazanan o marşın harası gəlirdi? Minimum haqqı 400 manat olan ölkədə hansı gəlirdən söhbət gedə bilər? Mən burada deputatlara müraciət edirəm. Qarşınıza gələn hər sənədə okey, hə düyməsi basmayın. Bir sorğu eləyin, sual eləyin. Bunu fəhlə, kəndli, müəllim, həkim, nə bilim, mühəndis nə ilə ödəyəcək? Nə ilə yaşayacaq? Necə yaşayacaq? Oturub fikirləşiblər ki, necə eləyək ki, xalqdan daha çox yığaq, daha çox qazanaq. Təbii bildiyiniz avtomobillər var idi, yetim üsürün üzü gülürdü. O Çinin hesabına təzə model avtomobillər ala bilirdi. Olmaz, qətiyyən. Orada əlavə dəyər vergisini əlavə eləyək. Artıq hibrid avtomobillərin qiyməti də 20% artdı. Yəni dünənə qədər, məsəl üçün deyirəm, 15 minə alacağınız avtomobili indi 17-18 minə alacaqsınız. Niyə? Dövlətə vergi verməlisən. Sən kimsən təzə maşın sürürsən? Get köhnə Prius sür, köhnə 06 sür, 07 sür. Üstə gəl, əgər sən il ərzində özün ikinci telefon gətirərsənsə, ona görə də əlavə 100 manat aksiz vergisi verəcəksən. Allah razı olsun. Bu da gözlərini doydurmayıb, baxıblar sağa sola, neyə, hardan tapaq? Hə, bu deyil, bu bəzi ailələr bir evə yığışır, ikinci evi kirə verir. 10%-dən kiraya evləri verən adamlar nə edəcək? Vergi verəcək. Yaxşı, sual verirəm, o kiraya verən adamlar o vergini hardan alacaq? Adi vətəndaşdan, tələbədən deyəcək, qardaş, mən dünənə qədər 500 manat verirdim, indi 10% vergi istəyirlər məndən, 550 manat verəcəksən. Yenə kimə təsir edəcək? Yenə bizə, yetimə, yüsrə, hamı, yəni bu da yetməyib, nə edək? İşləməyənlərin adam yerinə qoymuruq, icbari tibbi sığortadan çıxardırıq. Vəssalam, sən işləmirsənsə, onsuz da deyir o boşanmışı itdə qapdı, atalar sözü var. Onsuz da bu işsiz, gücsüz, yazıq adam idi. Biraz da icbari tibbi sığortasını da kəsək, qoy yıxılsın, xəstələndə ölsün. Niyə? Pulun yoxdur, dövlətə vergi vermirsən, adam deyilsən. Yəni bu siyasətin adı bilirsiniz nədir? Bu siyasətin adı pulun qədər insansan, pulun qədər vətəndaşsan. Saqqal vergisi yadınızdan çıxıb, saqqal saxlayandan da vergi alın. Papaq vergisi Britaniyada da var. Başına papaq qoyan hamıdan vergi alın. Ölülər vergisi. Bəli, kimin ölüsü varsa vergi versin. Ölüb vergi ver, evləndin vergi ver, nişanlandın vergi ver. Bula xeyr ola. Sonra Romada, baxın, tarixdə nümunə göstərirəmsə, qədim Romada bahalı yemək içmək vergisi var idi. Kimin evində ət varsa vergi alın ondan da. Qoyun ödəsin. Üstə gəl, pəncərə qapı vergisi. Günəş, pəncərədən günəş girir evə, hava girir. Niyə ondan vergi almırsınız? Ondan da alın. Qoyun kimin evində nə qədər pəncərə qapı varsa vergi versin. Yəni bu nə yanaşmadır, bu nə kafadır, bu nə düşüncədir, bu nə tərzdir. Yəni valla mən söz tapmıram demək. Yeganə çıxışım odur ki, 125 millət vəkili var. Buradan olan vicdanına səslənirəm. Geri qaytarın bu sənədləri. Siz bilirsiniz nə qədər insanların narazılığına səbəb olacaq, əhalinin narazılığına səbəb olacaq. Elə əşi insanlar küçəyə çıxmır, mitinqə çıxmır, söz demir, elə yüklə. Bunun bir partlayan vaxtı olacaq axı.